Salam əziz izləyicilər. Bu gün hədəf kurslarına aid olan kükürt və onun birləşmələri sulfat turşusu mövzusu sınaq izahını sizinlə paylaşacağam və keçək sualların izahına. Deməli, birinci sualdan baxaq. Kükürt üçün hansı ifadələr doğru deyil? Doğru deyilləri bizdən istəyir. Təbiətdə həm zərbəsən birləşmələr şəklində yayılmışdır. Düzdür bu. Deməli, flor ilə adi şəraitdə reaksiyaya daxil olur. Bəli. Elektrik cərəyanı yaxşı keçirir. Səhvdir. Normalda xarici elektron təbəqəsində 4 dənə tək elektron var. Onun qısa elektron formulu 3s2 3p deməli 4 olduğuna görə p orbitalında deməli p orbitalında 3 dənə orbitalımız var. Görürük buradan. Və görürəm ki, buradan bir dənə orbitalda 2 dənə elektron var və 2 dənə orbitalda 2 dənə tək elektron var. Deməli, burada deyir 4 dənə tək elektron var. Səhvdir, 2 dənə tək elektron var normal halda. Həyəcanlanmış halda nə olacaq? 4 dənə tək elektron ola bilər. Deməli, bu da səhvdir. Bizdən doğru deyillər istəyir. 3-4 olacaq, cavabımız da bəndir. Keçirik növbəti sualımıza. Növbəti sualımızda dəmir S2 ilə və dəmir S3-ün ümumi olanı bizdən istəyir. Bunların indi formulunu yazayıq biz. Deməli, dəmir S belə yazılacaq. Dəmir S2 də belə yazılır. Dəmir S2 də belə yazılacaq. Və buradan görürük ki, ikisində də kükürdün valentliyi eynidir. Kükürdün oksidaşma dərəcəsi dəmir piritdə -1-dir, dəmir S2-də, dəmir S-də müsbət -2-dir, bağışlayın, -2-dir. Dəmirin oksidaşma dərəcəsi isə ikisində də müsbət 2-dir. Yəni burada kükürdün oksidaşma dərəcəsi fərqli olduğuna bunu götürməyəcək, 3-də ötürəcək, cavab 1-3 eləyəcək, dəbəndir. Keçirik hansı sualı? Üçüncü sualı. Hansı maddələrlə reaksiya kükürt oksidləşir, yəni reduksiya edici olsun? Deməli, biz demişdik ki, qeyri-metalları, yəni soldan sağa doğru getdikcə nə olurdu? Oksidləşdiricilik artırdı. Oksidləşdiricilik artırır deməli, kükürddən sağda yerləşənlər və kükürddən yuxarıda yerləşən qeyri-metallar ondan güclü oksidləşdirici olacaq. Onun üçün cavabımız da bəndə eləyəcək. Dördüncü sualımıza baxırıq. Hansı reaksiya duru sulfat turşusu götürülmüşdür? A variantına mis duru sulfat turşu ilə reaksiyaya girmədiyindən deməli bu duru ola bilməz, qat olacaq. B variantına baxıram. Duru sulfat turşusu metallar reaksiyasında hidrogen çıxardığına görə cavabımız B bəndə eləyəcək. Yəni cavabımız bu eləyəcək. Keçirik növbəti suala. Verilmiş reaksiyalarda kükürdün rolunu Eyler-Venn diaqramının hissələrinə uyğun olaraq müəyyən edin. Yəni hansı reaksiya kükürd oksidləşdiricidir, reduksiyasız bunu müəyyən edin. Birinci reaksiyada kükürd SO2-dən müsbət 4-dür, gedib 0-a. Görürəm ki, müsbət 4-dən 0-a doğru gedib, yəni azalıb. Azalıb deməli bu oksidləşdiricidir. 1 bura gedəcək. Kükürt deməli ikinci reaksiya 0-dan gedib -2, sonra müsbət 4-ə gedib. Həm artıb, həm azalıb. Deməli nə olacaq? Həm oksidləşdirici, həm reduksiya edici olacaq. 2 bura getdi. Sonra baxıram bura. Üçüncü reaksiya -2-dən gedib kükürt 0-a. -2-dən 0-a gedib artıb, deməli bu reduksiya edicidir. 3 bura getdi. Kükürt müsbət 4-dən gedib müsbət 6-ya artıb, deməli reduksiya edici bura getdi. Kükürt müsbət 6-dan gedib müsbət 4-ə azalıb, deməli bu nədir? Oksidləşdiricidir. 5 də bura getdi. 1, 5, 2, 3, 4 cavabımız elədir, bəndir. Keçirik 6-cı sualımıza. Bu reaksiya üçün hansı ifadə doğru deyil? Öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. Deməli, öz-özünə oksidləşmə reduksiya reaksiyasında bir element oksidləşmə dərəcəsini dəyişməlidir və bir oksidləşmə dərəcəsinə 2 oksidləşmə dərəcəsinə keçid etməli idi. Baxıram ki, buradan kükürt -2-dir burada, burada müsbət 6-dır, 0. Görürəm kükürt 2 dənə oksidləşmə dərəcəsindən birinə gedib. Deməli, bu öz-özünə oksidləşmə reduksiya reaksiyası deyil, əks özünə oksidləşmə reduksiya reaksiyası sayılacaq. Deməli, reaksiya üçün hansı ifadə doğru deyil? Deməli, bir götürə bilərik. Öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. Yəni, bu doğru deyil. Əks özünədir bu. H2S reduksiya edicidir. H2S reduksiya edicidir. H2S -2-dən gedib 0-a. Buradan artıb. Artıbsa deməli bu reduksiya edicidir. Bunu götürə bilərik. Amma bizdən doğru deyillər istəyir. Deməli, 2-ni götürmürük. Üçüncüsündə SO3 oksidləşir, yəni reduksiya edici olsun. Kükürt buradan müsbət altdan, kükürt 0-a doğru gedib, yəni azalıb. Deməli, bu nə olmalı? Reduksiya olmalıydı. Bu da səhvdir. 1-3 cavabımız eləyəcək və bəndir. Növbəti sualımıza baxaq. Növbəti sualımızda hansı maddələrin kükürdlə reaksiyası disproporsiyadır? Yəni, bayaq dediyim kimi, disproporsiyanın ikinci adı öz-özünə oksidləşmə reduksiya reaksiyasıdır. Kalium OH-ın reaksiyasını yazsam, kalium OH-ın üzərinə mən kükürt gəlsəm, kalium 2S, kalium 2SO3 alınacaq. Bir də ki, SO3 alınır, bir də su alınır. Görürəm kükürt buradan 0-dan -2-yə gedib və müsbət 4-ə doğru gedib. Bir dənə kükürt, yəni bir element
2 dənə oksidaşma dərəcəsinə, yəni bir dənəsindən 2 dənə oksidaşma dərəcəsinə doğru getdiyinə görə bu disproporsiya tipli ola bilər. Biri götürə bilərəm. Bunu deyim, deməli sizə bir şifahi şəkildə deyim. Kükürdün sulfat durusunun qatısı ilə reaksiyasından SO2 və su verir və görürəm ki, kükürt buradan müsbət 6-dan deməli müsbət 4-ə gedir və kükürt 0-dan yazım reaksiyanın kükürdün sulfat durusu ilə reaksiyasından. Deməli buradan alınır SO2, bir də su alınacaq. Görürəm kükürt müsbət 6-dan müsbət 4-ə, 0-dan müsbət 4-ə gedib. Yəni 2 dənə oksidaşma dərəcəsindən birinə doğru gedib. Bu əks öz-özünədir. Deməli bunu götürə bilməyəcəm. Nitrat durusunun da kükürtlə reaksiyasından sulfat durusu əmələ gələcək və NO qazı əmələ gələcək və görürəm kükürdün 0-dan müsbət 6-ya doğru gedib. Yəni bu normal bir reaksiyadır. Onun üçün bunu götürməyəcək. Cavabımız da yalnız bir B bəndi eləyəcək. Keçirik növbəti sualımıza. Növbəti sualımızda deyir ki, bu qrafik formulu, yəni bu qrafik verilən şəkil plastik kükürtdür. Birinci sualımız səhvdir. Birinci səhvdir, çünki kristalik kükürt deyil, plastik kükürtdür. Civəl florla adi şəraitdə reaksiya daxil olur. Bəli, istiliyi yaxşı keçirir, səhvdir. Cavabımız 2 ilə 3 eləyəcək. A bəndi. Keçirim 9-cu suala. Tərkibində pirit olan 160 qram filizin tam yandırılmasına 44,8 litr SO2 alınmışdırsa, filizdə kənar qarışıqların kütlə payı. Biz bilirik ki, filizin tərkibində həm təmiz maddə olur, həm də kənar qarışıq olur. Deməli, dəmir piritin 120 qramdır, yəni onun 1 molunun kütləsi. Və sizin üçün qısa bir reaksiya yazıram. Dəmir S2. Dəmir S2-də 2 dənə kükürt var. Buradan qısa yazıram ki, yəni bunu uyğun götürərək SO2. SO2-də də bir dənə kükürt var. Piritin qabaq, yəni 2 dənə kükürt olduğuna görə, SO2-də bir dənə kükürt olduğundan, deməli SO2-nin qabağını 2 qoyuram, kükürtləri bərabərləşdirirəm. Mən görürəm ki, 120 qram kükürt piritdən 2 mol SO2 əmələ gələcək və 44,8 litrdə də 2 mol. Deməli, 120 qram pirit filizin tərkibində var. 160 qramdan 120 qramı pirit isə 40 qramı kənara qarışıqdır. Və kənar qarışığın kütlə payını tapmaq üçün kənar qarışığın kütləsini ümumi kütləyə böləcəm. Yəni mən 40-ı 160-a böləcəm. O da 4də 1 eləyir, yəni 25% eləyəcək. Cavabımız da A bəndi. Növbəti sualımıza keçək. Növbəti sualımızda X-in sulfat durusuyla reaksiyasını verir və bura fikir verməyə lazımdır. SO2 əmələ gəlir. Deməli, bu qatı sulfat durusudur. Həm də baxıram ki, SO4 ilə X metalının reaksiya, yəni birləşməsi 2 valentlidir. Çünki SO4 ionu da 2 valentlidir, X ionu da 2 valentli olduğuna görə bir-biri ilə, yəni burada indekslər yoxdur. Deməli, X 2 valentlidir və qatı sulfat durusuyla reaksiyaya girir. Kalsiyum sulfatın qatısı ilə reaksiyaya girəndə aktiv metal olduğuna görə H2S əmələ gələcək. Deməli, bu deyil. Dəmir sulfat durusunun qatısı ilə reaksiyaya girəndə dəmirin 3 valentli duzu əmələ gələcək. Deməli, bu da deyil. Qurğuşun sulfat durusunun qatısı ilə reaksiyaya girəndə onun hidroduzu əmələ gələcək. Deməli, bu da deyil. Natrium 1 valentli olduğuna görə və qatı sulfat durusu reaksiyasından H2S əmələ gəldiyinə görə deməli, bu da olmayacaq. Mis isə qatı sulfat durusu reaksiyaya girəndə 2 valentli duzunu əmələ gətirəcək və SO2 əmələ gələcək. Cavabımız da Y bəndi elədim. Keçirəm növbəti sualımıza. Kükürtlə reaksiya daxil olan maddələr. Dəmir kükürtlə reaksiyaya girəndə dəmir S verir. Dəmir S-də də kükürdümüzün oksidaşma dərəcəsi -2-dir. Deməli, 1-ə doğru gedəcək. Florun da kükürtlə reaksiyasından S-flor 6 əmələ gələcək və buradan kükürdün oksidaşma dərəcəsi müsbət 6-dır. 2-yə D bəndi gedəcək. Oksigenin də kükürtlə reaksiyasından SO2 əmələ gələcək və kükürt burada müsbət 4-dür və müsbət 4 olduğundan 3-ə də gedəcək. Deməli, 1A 2D, 3Y. Növbəti sualımıza baxaq. Maqnezium və misdən ibarət 11,2 qram qarışığı duru sulfat durusu ilə təsir etdikdə qarışığın kütləsi 4,8 qram azalıb və duru sulfat deyir bizə. Duru sulfat mislə reaksiyaya girməyəcək. Maqneziumla reaksiyaya girəcək. Maqneziumun da duru sulfatla reaksiyasından nə əmələ gələcək? Əmələ gələcək H2, bağışlayın, maqnezium sulfat, bir də hidrogen əmələ gəlir. Elə deyil, maqnezium sulfat və hidrogen əmələ gəlir. Və 4,8 qram bir qarışığın kütləsi azalıb. Yəni 4,8 qram duru sulfatla reaksiyaya girir. Bu 4,8 qram maqneziumun kütləsidir. 24 qram maqneziumdan alınan qaz 1 mol hidrogen əmələ gələcək. Elədir? 1 mol qaz əmələ gəlir. 4,8 qramdan nə qədər əmələ gələcək? Tapıram buradan 0,2 mol hidrogen əmələ gələcək. Elə deyil? Bunu tapandan sonra buraya yazacağım. Belə olacaq. Suyun, hidrogenin oksigenlə reaksiyasını yazıram.
H2O. Bunları əmsallaşdırdım. Mənə burada deyir, alınan qazın tam yanmasına sərf edilən oksigen həzmini istəyir. Həcmini istədiyinə görə 2 moldan 1 mol oksigen reaksiyaya girir. 0,2 moldan isə nə olacaq? 0,1 mol oksigen reaksiyaya girəcək və 0,1 mol reaksiyaya girdiyinə görə bunun həcmini istədiyinə görə 1 mol 22,4 litr olduğundan 0,1 molda nə qədər eləyəcək? 2,24 litr eləyəcək. Cavabımız da 2,24 litr eləyəcək. Bu sualımız bu qədərdir. İndi situasiyalara baxaq. Situasiyalarını oxuyaq. Laboratoriyada təcrübə işi aparan Elnur əlindəki termometri sındırır. Bu zaman termometrin içərisindəki civə yerə dağılır. Yerə dağılmış civəni yığmaq üçün Elnur naməlum X bəsit maddəsindən istifadə edir. Biz bilirik ki, civəni yığmaq üçün kükürtdən istifadə edilir. Yəni, kükürt civə ilə adi şəraitdə reaksiyaya girəcək və civə S əmələ gələcək. X bəsit maddəmiz də biz hansıdır? E8-dir. X-in civə ilə reaksiya tənliyini yazın. Yəni, kükürdün üzərinə mən civə gələcəm. Üzərinə gələndə nə əmələ gələcək? Civə S əmələ gəldi. Və praktiki çıxımı 100%dirsə əgər, yerə dağılmış 2,1 qram civəni yığmaq üçün neçə qram X maddəsi lazımdır? Bilirəm ki, buradan 1 mol civənin kütləsi 201 qramdır. 32 qram kükürtlə 201 qram civə reaksiyaya girəcək. X qram kükürtlə isə 2,1 qram civə reaksiyaya girir və buradan tapıram ki, bunu 100 dəfə azaldıram. Bu deyilir 0,32 qram. Deməli, 0,32 qram kükürt reaksiyaya girəcək. Cavabımız budur. Suallarımız bu qədər idi. Bu və bu kimi sualların izahı üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti suallar izahını görüşmək ümidi ilə hələlik.